hamınızı salamlayırıq. Bugünkü bir gözəl günümüzdə. Hər günün ümumiyyətlə bir sahibi var. Bugünkü günümüzün də sahibi İndi çoxları cavanlarımız bəlkə bilmir. Bizim bu şəhərdə Əhmədov Oqtay Cahangiroğlu nüfuzlu, hörmətli bir şəxsiyyət olub. Allah o dünyasını versin. Bugün də onun nəvəsinin gözəl toyudur. Biz də hamımız iştirak edirik. Mən onu da qeyd eləmək istəyirəm ki, Oqtay müəllimin Azərbaycanlıların Krasnoyar şəhərində yaşamağında böyük bir rol olub. Yəni, hörmət mənasında Azərbaycan cəmiyyətinin dirçəlişində, Azərbaycan cəmiyyətinin birləşdirilməsində, yəni digər millətlərlə mehribançılığı yaradan bir şəxsiyyət olub. Oqtay müəllim, Oqtay qardaşımız. Biz onu yada salmalıyıq hər zaman. Bilənlər bilir, bilməyənlər də o bilsinlər. Başqa da ki, can sağlığı. Deyir, yoxu var edən o varlıq, yoxu var edən o varlıq, yeri laməkandır ey dil. Yoxu var edən o varlıq, yeri laməkandır ey dil. Qocalar gedir xəlair, özü nocavandır ey dil. Odur hökmüdar aləm, odur hökmüdar aləm, ona quldur padişahlar. Buna şək edən olsa, onları inandır ey dil. Nə idik, nə yerdəydik, necə gəlmişik cahana. Sən özün düşün, dərk elə ey dil, ey dil. Allah mübarək eləsin, böyük toyuna gələk. Sağ olun. Bakılı olsun. Sonra gələk. Sağ olun, çox sağ olun, var olun. Allah razı olsun.